Dim təkamül təlimi, üzvü aləmin təkamülü, populyasiya növ. Testlərə baxırıq. Birinci testimizdə deyilir, yalnız bitki qidası ilə qidalanan birəbitdənlərdə dimdiyin quruluşu necədir? Heyvan mənşəli qidalarla qidalananlarda ovan tutucu, amma bitki mənşəli deyirsə, bitki mənşəli qidalarla qidalananlarda isə parçalayan dimdik var idi. Baxın, burada oval yazıb, heç ovan belə yazmayıb. Burada ovan yazıb, hansı ki heyvan mənşəli qidalarla qidalananlar üçün, digəri C-də də tutucu yazıb. Yəni D və C heyvan mənşəli qidalarla qidalanan birəbitdənlərdə dimdiyin quruluşudur. Amma bitki mənşəli test soruşduğuna görə bu A variantı olacaq. Bu ümumiyyətlə yanlışdır, belə bir şeylərdəki yoxdur. 2. Qaymaq çiçəyi hansı sistematik kateqoriyaya aiddir? Misal, biz qaymaq çiçəyinin ekoloji kriterini keçəndə 3 fərqli növü ilə tanış olduq. Dalayıcı, sürünən və yandırıcı qaymaq çiçəyi. İki qat latın adları ilə adlandırılırsa, yəni misal, yandırıcı qaymaq çiçəyi, dalayıcı qaymaq çiçəyi, bu növün adıdır. Amma bu dediyimiz növlər harda birləşir? Növdən yuxarıda, yəni cinsdə. Deməli, qaymaq çiçəyi cinsin adıdır, amma növ dediyimiz dalayıcı qaymaq çiçəyi, sürünən qaymaq çiçəyi, yandırıcı qaymaq çiçəyi bunlar artıq növlərdir. 2-də cavab C variantı. 3. Adi zoğal hansı cinsə aiddir? Baxın, adi zoğal bu bir növdür. Çünki demişdik ki, növün adı iki qat latın adı ilə adlandırılır. Bu indi bizim dildədir. Misal üçün növ nə idi? İkisi birlikdə. İkisi birlikdədir növ. Yəni mən yalnız adi desəm, adi nə? Mən adi deməklə sizin, mənim nə demək istədiyimi siz başa düşürsünüz? Yox, adi. Adi nə? Adi zoğal. Hə, tamam. İndi məlum oldu ki, mən nədən danışıram? Deməli, növ ikisi birlikdə olduğu zamandır. Amma tək biri isə, misal demişdik ki, Azərbaycan dilində ikinci söz, latıncadan isə ilk söz cinsin adını bildirir. Deməli, adi zoğal hansı cinsə aiddir? Zoğal cinsinə aid olacaq. 3-də C. 4. Meşə lərgəsi hansı cinsə aiddir? Yenə burada bir növ adı görürəm. Meşə lərgəsi iki qat latın adı ilə adlandırılmışdır. Lərgə cinsdir. Burada gördüm, baxın, paxlallar fəsilədir. Bizə nə dedi? Cins dedi. Ona görə bəli, lərgə cinsinin meşə lərgəsi növüdür. Meşə növü yox ha. Növ birinci ad növ deyil. İkisi birgə olduğu zamandır növ. Yəni lərgə. Hansı lərgə? Meşə lərgəsi. Tamam, bu bir artıq növün adıdır, bərabər. Bunu unutmayacaqsınız. 5. Linne canlı orqanizmları hansı sistematik kateqoriyalarda qruplaşdırılmışdır? Növ, cins, dəstə, sinif elə A variantında görürük. Çünki fəsilə olmamışdır onun sistematik kateqoriyalarında. Tip də yox idi. Burada da yenə tip olmamışdır, fəsilə olmamışdır, tip olmamışdır. Qısaca növ, cins, dəstə və sinif. Mən dərs izahında, dərsin sual cavabında da sizlərə belə bir testlər də verirəm ki, tutaq Linneyin sistematik kateqoriyalarından hansı yalnız bitkilərə aid idi, yalnız bitkilərə aid olanı yoxdur, yalnız heyvanlara aid olanı deyərsə bunu dəstə olaraq götürürük. Ortaq həm bitki, həm də heyvanlar üçün ortaq isə növ, cins və sinif olaraq götürülür. 6. Sxemdə rəqəmlərə uyğun olan terminləri müəyyən edin. Deməli, sistematik kateqoriyaları görürük. Bitkilərə aid olan və heyvanlara aid olan. Gəlin biz özümüz öncədən sayaq. Növ, cins, fəslə, daha sonra nə olmalıydı? Sıra, bitkilərdə fəslədən sonra sıra sinif, daha sonra isə şöbə və aləm. Heyvanlarda necə idi? Növ, cins, fəsilə, fəslədən sonra gəlməli idi dəstə, daha sonra sinif, tip və aləm. İndi buna uyğun olan bir də şöbə, deməli burada şöbəni görürük ikisində, bir də şöbə, 2-də sıra, 3-də tip, 4-də dəstə. Deməli ki, burada A variantına uyğundur. 7. Hansı növün adı deyil?
Yəni baxırıq ki, hansı növ adı deyil. Yenə baxaq. Zolaqlı kərtənkələ. Yəni biz artıq sırf növdən danışırıq, çünki ikiqat latın adı ilə adlandırılmışdır. Bu növ adıdır. Sürünən qaymaq çiçəyi. Hansı qaymaq çiçəyi? Sürünən. Tamam, bu da bir növ adıdır. Qızılı mabulia növün adıdır. Qara qarağat növün adıdır. Biz bunu latıncada demişdik ki, ribes nigra, qara qarağat, ribes rubrum, qırmızı qarağat. Amma aerobakteriya, bax bu növ adı deyil. İndi bunu biz iki qat adlandırılıb deyənə, önündə bir başqa ad var deyənə biz onu növ götürə bilmərik. Çünki aerob dediyimiz bakteriyaların tənəffüsünü bizə göstərir. Yəni oksigenli tənəffüs edən bakteriyalar deməkdir. Bu konkret olaraq növün adı deyil. Oksigenli tənəffüs edən bir çox bakteriya növləri var. Aerobakteriya dediyim zaman mən hansı bakteriyanın növündən danışdığım məlum deyil. Çünki bunun özünün içərisində bir çox növlər vardır. 7-də D variantı. 8. Populyasiya üçün yanlışdır. Yəni populyasiya üçün səhv olanı axtaraq. Müəyyən sıxlığa malikdir. Bu yanlış deyildir, doğrudur. Cins tərkibi vardır, bəli. Doğum və ölüm halları ola bilər. Əlbəttə ki, doğum ölüm hallarına görə biz tarazlıqda olan, məhvə doğru gedən, inkişafda olan populyasiyalara bölmüşdük. Yaş tərkibi var, düzdür. Fərdləri miqrasiya edə bilməz. Nəyə görə miqrasiya edə bilməsin ki, edə bilər və miqrasiyadan asılı olaraq da areal daimi deyildi. Bir çox səbəblərdən asılı idi təbii ki. Eyni zamanda arealın da daimi olmaması səbəblərindən biri də elə miqrasiya edə bilməkləri idi. Deməli, 8-də cavab Y variantı. 9. Kiçik Qafqazın dağ ətəyində və yüksəkliklərində. Gəlin bura öncə buna baxaq. Kiçik Qafqazın dağ ətəyində fərqli 2 dənə yer deyir mənə və yüksəkliklərində yaşayan, deməli ki, fərqli yerdə yaşayan, müxtəlif yaşama şəraitinə uyğunlaşan, təbii ki, müxtəlif yerlərdə yaşadıkları üçün də müxtəlif yaşama şəraitinə uyğunlaşıblar. Daha sonra deyir, yuva qurma vaxtı yer və qida bazasına görə bir-birindən xarici görünüşlə fərqlənməyən, amma çarpazlaşıb döllü nəsil verən qara toyuq növü hansı yaşama formasını əmələ gətirir? Baxın, əgər ki biz burada sərbəst çarpazlaşıb döllü nəsil verən deyiriksə, deməli ki, burada bircə dənə növdən söhbət gedir. İstisnalar təbii ki var. İki fərqli növ də bəzən istisna olaraq çarpazlaşıb döllü nəsil verir. Amma döllü nəsil vermə bu növün populyasiyanın tərifindədir. Yəni döllü nəsil verirsə, deməli bunlar qara toyuq növü deyir. Bir növdür. Özə bunun adını görürük də qara toyuq. Burada ikinci bir növ yoxdur. Qara toyuq növü hansı yaşama formasını əmələ gətirir? Yəni bir növdür, qara toyuq növü. Hansı növ? Qara toyuq növü. Bircə dənə növ var burada. Amma mən bunu neçə populyasiya götürüm? Baxın, müxtəlif yaşama şəraitlərinə uyğunlaşıblar. Dağ ətəyində və yüksəkliklərində. Bir var ətəyində yaşayan populyasiya, bir də var yüksəklikdə yaşayan populyasiya. Deməli ki, burada iki fərqli populyasiyadan söhbət gedir. Dağ ətəyində yaşayan populyasiya, yüksəklikdə yaşayan populyasiyadan fərqlidir. O zaman mən nə götürüm? Bir növ, iki də populyasiya. Bir növün iki populyasiyası. Cavab D variantı. 10. Təbii seçmə nəticəsində növ əmələ gəlmə aşağıdakı hansı ardıcıllıqla gedir? Təbii ki, növlə mi götürək? Xeyr. Növ əmələ gəlmədisə, sonda növ yaranmalıdır. Hər bir şey populyasiyadan başlayır. Öncə populyasiyada başlayır hər hansı bir irsi dəyişkənlik. Yəni bir populyasiyanın fərdləri növ daxilində digər populyasiya fərdlərindən təcrid olunur. Daha sonra irsi dəyişkənlik başlayır. Sonra yarım növlər əmələ gəlir. Daha sonra isə növlər yaranır. Misal üçün biz arquşunu yarım növlərini də növlərində öyrəndik. Misal bir xatırlatma edək. Arquşunu yarım növləri hansı növ əmələ gəlməklə yaranmışdı? Arealın hissələrə parçalanması, coğrafi növ əmələ gəlmə. Amma növlər isə ekoloji növ əmələ gəlməklə yaranmışdır. Yəni qısacası bu sadəcə bir xatırlatma idi. Populyasiya yarım növ və növ istiqamətində növ yaranacaqdır. 11. Liney sistematikasında öz əksini tapmayan sistematik kateqoriyaları göstərin.
Linneyin sistematikasında öz əksini tapmayan sistematik kateqoriyalar hansılardır? Ümumiyyətlə, Linneyin sistematik kateqoriyalar hansılar idi? Növ idi, cins idi, dəstə idi, bir də sinif idi. Deməli, indi burada dəstə var, sinif var, sonra burada cinsi görürük, dəstəni görürük, növü görürük. Tiplə fəsilə isə ümumiyyətlə Linneyin sistematikasında yox idi. 12. Populyasiyada fərdləri birləşdirən başlıca amil nədir? Yəni, nəyə görə fərdlər populyasiyada birləşirlər? Deyir, müxtəlif növlərdən olan populyasiyaların qarışması. Yəni, bu onları birləşdirən başlıca amil deyildir. Fərdləri birləşdirən başlıca amil nə ola bilər? Müxtəlif növlərdən olan populyasiyaların qarışması bu populyasiyada fərdləri birləşdirən bir amil deyildir. Fərdlərin bir-birlərindən təcrid olunması. Bu əksinə onları ayırdı, yəni birləşdirmədi. Fərdlərin bir-biri ilə sərbəst çarpazlaşması, bəli, yəni eyni bir növün daxilində olan populyasiyalar və yaxud da ki, populyasiyanın daxilində olan fərdlər mütləq şəkildə bir-birləri ilə sərbəst çarpazlaşmalıdır. Bir növün populyasiyası başqa bir növün populyasiyasının fərdi ilə sərbəst çarpazlaşa bilməz. Çünki növün tərifində, populyasiyanın tərifində əsas məsələ bir-birləri ilə sərbəst çarpazlaşma mütləq şəkildə deyilir. 13. Hər hansı bir populyasiya üçün mülahizələrdən hansı doğrudur? Yəni, düz olan hansıdır? Fərdləri bir-birləri ilə sərbəst çarpazlaşa bilmirlər. Fərdlər populyasiyada dedik ki, mütləq şəkildə sərbəst çarpazlaşmalıdır və döllü də nəsil verməlidir. Deməli ki, A doğru bir cavab deyildir. B. Müxtəlif növlərin fərdlərindən təşkil olunub, heç vaxt populyasiya bir populyasiyadan söhbət gedirsə, müxtəlif növlərin fərdlərindən təşkil olunmaz. Bir növün daxilində olan müəyyən fərdlərin digər fərdlərdən təcrid olunmuş bir qrupudur populyasiya. Deməli, B-də olmayacaq. Daha sonra fərdləri arasında yaşamaq uğrunda mübarizə getmir. Fərdləri arasında yaşamaq uğrunda mübarizə getmir. Nəyə görə getməsin? Əgər bunlar bir arealda yaşayırlarsa, eyni qida ilə qidalanırlarsa, deməli ki, onlar arasında yaşamaq uğrunda mübarizə mütləq şəkildə ki, getməlidir. Həmin növün bütün fərdlərinin genotipi eynidir. Yəni, bu mümkün deyil. Genotip eyni ola bilməz. Növün bütün fərdlərinin genotipi eyni ola bilməz. Çünki istərsən bir fərdin digərindən fərqli genləri vardır. Genotipləri eynidir deməyimiz doğru deyildir. Y variantında deyilir, populyasiyanın arealı daimi deyil. Bəli, bu doğrudur. Populyasiyanın arealı müəyyən səbəblərdən asılı olaraq genişlənir və ya darala bilər. Doğum-ölüm balansından, nə bilim, miqrasiyadan, bir çox amillərdən asılı olaraq dəyişə bilər. 14. Yaşamaq uğrunda mübarizənin hansı forma və ya formaları üçün parazitizm səciyyəvi ola bilər? Baxın, parazitizm bu hansında ola bilər yaşamaq uğrunda mübarizə? Hansı formasında ola bilər? Növ daxilindəmi, növ arasındamı, yoxsa əlverişsiz mühitlə mübarizədə? Növ daxili adı üstündə növün daxilində gedir. Növün daxilində parazitlik olmaz axı. Yəni, növün fərdləri bir-biri ilə parazitizm olmur da. Düzdür, bu növ arasında olmalıdır. Nə bilim, xarici daxili parazitlər var ki, digər canlıda parazitlik edirlər. Yəni, öz növünə qarşı etmir bu parazitliyi. Digər növü fərdlərinə qarşı edir parazitliyi. O zaman burada biz yalnız A variantını götürməliyik. 15. Növdaxili mübarizəyə aid deyildir. Baxaq, nə aid deyil? Növdaxili mübarizəyə. Deyir, populyasiyada erkəklərin dişilər uğrunda mübarizəsi. Bəli, bu növ daxilidir. Çünki növün daxilində olan fərdlər demişdik ki, eyni arealda yaşayırlar, eyni qida uğrunda mübarizə aparırlar. Sonra erkəklər dişilər uğrunda mübarizə aparır. Bu növ daxiliyə aid olandır. Populyasiyada fərdlər arasında ərazi uğrunda mübarizə. Bu da növ daxilidir. Çünki eyni areal daxilində yaşadıkları üçün təbii ki,
Populyasiyada fərdlər arasında ərazi uğrunda mübarizə olacaqdır. C variantında deyir ki, yırtıcı və onun şikarı arasında gedən mübarizə. Yırtıcı və onun şikarı, yırtıcı, şikar münasibətləri bu növ daxili ola bilməz. Yəni növün daxilində bir fərd yırtıcıdır, digər fərd isə şikardır. Belə bir şey yoxdur. Bu növlər arası mübarizə formasıdır. Deməli ki, yanlış olan burada C variantı oldu. D. Populyasiyada fərdlər arasında sığınacaq uğrunda mübarizə. Bu növ daxilidir. Yenə də sığınacaq uğrunda mübarizə növün eyni fərdləri eyni sığınacaqla belə deyək, hər kəsin eyni sığınacağa ehtiyacı olduğu üçün bu növ daxilidir. Y variantında deyilir ki, populyasiyada fərdlər arasında qida uğrunda mübarizə. Bu da yenə növ daxilidir. Növ daxili olmayan növlər arası olan C variantında görünür. 16. Təkamül prosesində təbil pərdəsi ilk dəfə yaranmışdır. İlk dəfə yaranmışdır suda quruda yaşayanlarda, orta qulaqda, təbil pərdəsi də ilk dəfə suda quruda yaşayanlarda yaranmışdır. 17. Verilən Verilənləri sxemə əsasən ABCD-yə uyğun ardıcıllığını müəyyən edin. Gəlin baxaq. Morfoloji uyğunlaşmanın müxtəlif formaları göstərilmişdir. Maskalanma, xəbərdar edici rəng və mühitə uyğun rəng. Ki, maskalanmanın iki növü var, bunu bilirik. Xəbərdar edici rəng nə aiddir? Mühitə uyğun rəngə nə aiddir? Onları müəyyənləşdirəcəm. Maskalanma, birinci və ikinci növ maskalanma vardır. İkinci növ maskalanma mimikriya idi. Birinci növ maskalanma isə sadəcə hər hansı bir canlının hər hansı bir əşyaya bənzəməsi. İndi gəlin baxaq, şüşə kəpənəyinin arıya oxşaması. Burada təqlidçi və model var idi. Şüşə kəpənəyi təqlidçidir, arı isə modeldir. Çünki bu qoruma vasitəsi olmayan bir canlıdır və bənzəyir hər hansı bir qoruma vasitəsi olan canlıya. Yəni bu mimikriyadır. Qısacası ikinci növ maskalanmadır. O zaman B-yə yazaq 1. Çöpçənin budağa oxşaması, yəni hər hansı bir əşyaya oxşama. Bu birinci növ maskalanmadır. A-ya yazdıq 2. Çərtkənin bədən rəngi. Çərtkənin bədən rəngi bu artıq olacaq mühitə uyğun rəng. Yəni çərtkə yaşadığı mühitdən bədən rənginə görə seçilmir. 3 getdi deyə. Bal arısının bədən rəngi və biz demişdik ki, xəbərdar edici rəng, mühitə uyğun rəng. Hər ikisində belə deyək, uyğunlaşma var. Amma xəbərdar edici rəngdə nə idi? Hansı ki, sanca bilən, yəni düşməninə hər hansı bir xəsarət yetirə biləcək, nə isə olan bir canlıdır ki, xəbərdar edici rəngə malikdir ki, məni tanı. Məsələn, mən dərsdə də qeyd etmişəm ki, xəbərdar edici rənglə mühitə uyğun rəngi olan canlılar təhlükə anında hər ikisi donur qalır, amma donub qalma məqsədləri fərqlidir. Xəbərdar edici rəngə malik olan canlı ona görə donur qalır ki, düşmənə özünü tanıtsın ki, mən kiməm, bax məni tanı ki, mən kiməm. Mühitə uyğun rəngi olan canlı isə sadəcə olaraq gizlənmək üçün, düşmənin onu görməməsi üçün donur qalır. Qısacası, deməli 4 də getdi C-yə. Məsələn, arının neştəri var, onu tanıdır ki, mən kim olduğumu tanı. 2, 1, 4, 3, yəni burada da B variantı. Şəkildə A və B canlılarının hər birinin bir dəri hüceyrəsinin bölünməsinin anafaza mərhələsində cəmi neçə xromosom saymaq olar. Biz bilirik ki, bu morfoloji kriteriyə görə yanlış dəyərləndirilmiş qarasçoğlu növləridir. Hansı ki, genetik kriteri bunu təsdiq edir ki, yanlışdır. Bunlar eyni növ deyil, ona görə də əkiz növ adlandırılır. Çünki birində karyotipində 38, digərinin karyotipində isə 42 xromosom vardır. İndi bir dəri, yəni somatik hüceyrədən söhbət gedirsə, bir dəri hüceyrəsinin bölünməsinin anafaza mərhələsində cəmi neçə xromosom saymaq olar. Anafaza mərhələsi deyirsə, təbii ki, burada bir mitoz bölünmə baş verməlidir. O zaman anafaza mərhələsinin sonu məndən istənilir və biz bilirik ki, anafaza mərhələsinin sonunda əvvəlində 2N ilə daxil olan bir hüceyrə sonda 4N-ə xromosom sayı 4N-ə qalxır.
Çünki xromatidlər qütblərə çəkilir. Tək xromatidli xromosomlar qütblərə çəkilir. O zaman əgər daxil olan 38 idisə, anafazanın sonunda nə qədər olacaq? 2 dəfə artıb 76 olacaq. Digər fərddə isə 42 anafazaya daxil olur mitozun anafazasına və anafazanın sonunda isə 2 dəfə artaraq 84 olur. İndi 76 ilə toplamalıyam 84'ü edəcək 160. İkisi birlikdə soruşulduğu üçün cavabımız 160 edəcək. 19. Populyasiyada sıxlığın azalmasına səbəb olar. Gəlin baxaq ki, populyasiyada sıxlığın azalmasına nə səbəb olar? Qidanın miqdarının artması. Sıxlığın azalması nə deməkdir? Öncə bir onu çözək. Yəni fərd sayı azalıb da, sıxlıq azalıb. Deməli fərd sayı azalıb. Qida miqdarı artarsa sıxlıq da artar, azalmaz. Deməli o zaman bu doğru değildir. Populyasiyadan miqrasiyanın artması. Tamam. İki populyasiya var tutaq. Bu populyasiyanın fərdləri miqrasiya edir başqa bir yerə. Təbii ki, burada fərd sayı azalacağına görə sıxlıq da azalacaqdır. 2'ni götürdük. 3. Doğulanların sayının artması. Doğulanın sayının artması populyasiyada sıxlığın artmasına səbəb olar. Çünki orada populyasiyada fərd sayı artır. Deməli ki, 3 də doğru olmayacaqdır. Populyasiyaya miqrasiyaların artması. Populyasiya indi əksinə bu populyasiyalardan bura miqrasiya artırsa, deməli burada fərd sayı daha çoxalacaq, sıxlıq azalmaq əvəzinə daha da artacaqdır. Yalnız 2 doğru oldu, ona görə də D variantını götürdük. Təbiətdə 20'ye keçirən bir-birindən fərqlənməyən əkiz növlər A kriterisinə görə eyni növə, B kriterisinə görə isə müxtəlif növlərə aid edilir. İndi bizdən istənilən A və B kriterilərini müəyyən etməyimizdir. Biz bayaq dedik ki, Qarasçoğlun 2 əkiz növü vardır. Hansı kriteriyə görə biz onları eyni növə daxil etmişdik? Morfoloji kriteriyə görə. Hansı növ bunu inkar etdi ki, onlar eyni növ deyirlər, onların karyotipində xromosomlar fərqlidir. Bunu da genetik kriteri müəyyənləşdirdi. O zaman müvafiq olaraq birinci morfoloji, ikinci də genetik kriterini götürməliyik. Cavab B variantı. 21. Karl Linné çiçək düsturu verilmiş bitkilərdən hansıları eyni növə aid edərdi? Biz Karl Linné üçün demişdik ki, erkəkçiklərin sayına görə bitkiləri eyni növə daxil etmişdi. İndi gəlin baxaq, erkəkçik sayı bir Z bitkisində, bir də T bitkisində eyni olaraq görülür. Deməli ki, B variantı olacaq. Z və T bitkisini eyni növə daxil edərdi Linné. Səbəb erkəkçiklərin hər ikisində 5 erkəkçiyin olmasıdır. 22'də deyilir ki, şəkil hansı alimin fikrini əks etdirir və bunun nəticəsində qazanılan əlamətlərin irsən nəslə keçməsini hansı alim təksib etmişdir? Biz bu şəkildə nə görürük? Zürafələrin boyunun tədricən uzanması ki, bu bizim 9-cu sinif dərsliyində verilmiş olan şəkildir. Hansı ki, boyunları əvvəl qısa olur, daha sonra tədricən məşq etmə nəticəsində faydalı əlamət qazanırlar və həmin o faydalı qazandıqları əlamət də irsən nəslə keçir. Ki, bu Lamarck'ın səhvlərindən idi. Elə Lamarck səhvlər etdiyinə görə onun təlimi müasirləri tərəfindən tənqidə məruz qalmışdı, qəbul edilməmişdi. Deməli, fikir Lamarck'ındır. Amma bu fikri təksib edən alim kim olmuşdur? O da Weizmann olmuşdur. O sıçanların quyruğunu kəsir, bir neçə nəsil alır, daha sonra onların quyruqlarını kəsir və sonraki bu quyruqları kəsilmiş olan sıçanların doğulan balaları quyruqlu olmadıqlarına görə güya indi öz aləmində Lamarck'ı təksib etdi. Lamarck səhv idi, tamam da, amma Weizmann'ın etdiyi də məşq etmə nəticəsində deyil axı bu, quyruq kəsmisən də, yəni məşq etmiş bir əlamət deyil axı bu. Nəysə, axır ki, hər irəli gedənin bir quyu qazanı olmalıdır ki, Lamarck'ın özü də yanlış idi, tamam. Amma Weizmann'ın da belə də fikri o da başqa bir şeydir. Yəni Lamarck'la bir əlaqəsi, Lamarck'ın dediyi ilə əlaqəsi yoxdur məncə. Qısacası 22'də Y variantı. 23. Burada deyilir ki, otla qidalanan bir heyvan populyasiyası üçün verilənlərdən hansılar populyasiyada olan fərdlərin sayının
sabit qalmasına və ya azalmasına təsir göstərə bilər. Yəni ya sabit qalsın, ya da azaltsın fərdləri. Qısacası fərdlərin sayını artırmasın, bunu deməyə çalışır. Və heyvan hər hansı bir heyvan populyasiyasıdır. Qidası nədir? Qidası otdur. İndi deyir, avtotrofların sayının azalması. Avtotrofun sayının azalması nə deməkdir? Yaşıl bitkilərin, o cümlədən otların azalması deməkdir. Və əgər ot azalarsa, bu heyvan populyasiyası arta bilərmi? Artmaz. Ya sabit qalar, ya da azalar. O zaman biri götürdük. İkidə deyilir, növdaxili rəqabətin artması. Növdaxili, yəni nə zaman tutaq ki, bu otla qidalanır, otun miqdarı azalmışdır. Növdaxilində və ya başqa bir səbəb də ola bilər. Növdaxilində rəqabət artıb. Artıbsa, yaşama uğrunda mübarizədə qalib gələnlər salamat qalacaq. Yəni bu da yenə həmin populyasiya fərdlərinin artmasına səbəb olmaz. Ən azı sabit qalar və yaxud da ki azalar. Deməli, o zaman biz burada 2-ni də götürürük. 3. Ət yeyən heyvan növlərinin sayının artması. Ət yeyənlərin sayı artıbsa, o zaman ət yeyənlər ot yeyən heyvanlarla qidalanır da. Bu populyasiyanın olan heyvanlarla qidalanacaqlarına görə ya sabit qalar, ya da azalar. 4. Mühitdəki su mənbələrinin sayının azalması. Yenə də mühitdəki su mənbələrinin sayı azalırsa, otla qidalanan heyvan populyasiyasının su mənbəyinin sayının azalması onun sayını artırmaz. Ya sabit saxlayar, ya da azalmasına səbəb olar. Qısacası hamını götürdük. 1, 2, 3, 4. Deməli ki, cavab burada etdi, C variantı. 24-də deyilir ki, yaşamaq uğrunda mübarizə və təbii seçmə anlayışlarının bir-birindən fərqi. A variantında nə deyilir? Yaşayış uğrunda mübarizə və təbii seçmə anlayışları bir-birlərinə sinonim olub, hər ikisi mövcud həyat şəraitinə uyğunlaşmaların sağ qalmasıdır. Təbii ki, bu yanlışdır. Çünki mövcud həyat şəraitinə uyğunlaşanların sağ qalması bu təbii seçmədir. Yaşama uğrunda mübarizə nədir? Sadəcə müəyyən bir nə iləsə əlaqədar olaraq qida mı uğrunda, nə bilim mühit amilləri mi uğrunda, onlar arasında olan qarşılıqlı təsirdir. Yaşama uğrunda mübarizə. Deməli, A doğru bir cavab deyildir. B. Təbii seçmədə orqanizmlərin mövcud həyat şəraitinə uyğunlaşması nəzərdə tutulur. Mövcud həyat şəraitinə uyğunlaşma dedik ki, təbii seçmədir, bu doğrudur. Amma yaşayış uğrunda mübarizə isə təbii seçmənin nəticəsidir. Artıq burada bir yanlışlıq var. Çünki təbii seçmə yaşama uğrunda mübarizənin nəticəsidir. Yaşama uğrunda bir mübarizə baş verir, daha sonra təbiəti seçir. Təbiət kimi seçər? Təbii ki, güclüləri seçər, həmin şəraitə uyğunlaşa bilənləri seçər. Təbii seçmə yaşama uğrunda mübarizənin nəticəsidir. Deməli, burada yanlış yazılmışdır. Təbii seçmə yaşama uğrunda mübarizənin nəticəsi olmalı idi. C variantı. Yaşayış uğrunda mübarizə həyat şəraitinə daha pis uyğunlaşa bilənlərin sağ qalmasıdır. Təbiətin nəyinə lazım ki, pis uyğunlaşanları saxlasın? O daha yaxşı uyğunlaşanları seçir. Deməli ki, bu da doğru bir fikir deyildir. Sonra hətta bu belə deyək, doğru bir fikir deyildi və həyat şəraitinə daha yaxşı uyğunlaşanların sağ qalması bu ümumiyyətlə pis yox da, yaxşı belə desəydi, təbii seçmənin işi idi. D. Yaşayış uğrunda mübarizə orqanizmlərin mühit şəraiti ilə qarşılıqlı təsir prosesidir. Doğru. Təbii seçmə isə onun nəticəsi olub, mövcud şəraitə uyğunlaşanların sağ qalmasıdır. Hər iki fikir doğrudur. Bu onların fərqidir. D variantı doğrudur. Y variantı. Yaşayış uğrunda mübarizə təkamül amilidir. Təbii seçmə isə təkamül üçün material verir. Burada belə deyək, hardasa bir burada doğruluq payı var, amma fərq deyil. Doğruluq payı nədir? Yaşama uğrunda mübarizə tamam təkamülün amilidir, amma təbii seçmə də təkamül amilidir. Bu bir. Təbii seçmə təkamül üçün material verir, bəli, təsadüfi olmayan və istiqamətləndirilmiş irsi material verir təkamülə. Bu nə deməkdir? Yəni təsadüfi deyil, düşünülmüşdür, növü hardan hara aparacağı öncədən bəllidir və istiqamət var. Yəni buradan götürəcəm növü, filan yerə aparacam, yəni inkişaf etdirmək anlamında deyirəm. Yəni ayrı-ayrılıqda iki cümlənin ikisi də doğru olsa da, bu onların fərqi deyil. Çünki
Fərq deyil, axı təkamül amili həm də təbii seçmə də təkamül amilidir. Yəni bu Y variantında kimsə Y variantını götürmək istəsə ona görə izah edirəm ki, bu hər ikisi təkamül amilidir. Bizə testin əvvəlində nə demişdi? Demişdi ki, onların fərqini istəmişdi bizdən. Deməli ki, Y variantı da bir doğru cavab deyildir. 25-də deyilir ki, mülahizələrdən hansı düzdür? Baxaq ki, hansı düzdür? Deyil, A variantında sürünən qaymaq çiçəyi bataqlıqda, amma biz demişdik ki, sürünən bataqlıqda deyil də çay və nohurların kənarında. Yandırıcı qaymaq çiçəyi isə çəmən və tarlalarda yox, bataqlıqlarda bitir. Deməli, A doğru bir fikir deyildi, çünki düzdür demişdi. B. Dalayıcı qaymaq çiçəyi çəmən və tarlalarda, bu düzdür. Sürünən qaymaq çiçəyi çay və nohurların kənarında, yandırıcı qaymaq çiçəyi də bataqlıqda olmalı idi. Yəni onu yazmayıb, amma yazsaydı o da yandırıcı qaymaq çiçəyi də bataqlıqlarda olmalı idi. Yəni burada elə cavabımız B variantı olaraq doğrudur. Digərlərində də yenə yanlışlar var. 26. Təbii və süni seçmə prosesinin oxşarlığını göstərin. Hər iki seçmənin əsasında daha yaxşısını seçmək durur. Bu doğrudur. Birini təbiət seçir, birini insan seçir. Amma məqsəd eynidir, daha yaxşısının seçilməsi. Yer üzərində həyat yarananda mövcuddurlar. Bu təbii seçmədir. Süni seçmə insan yarandıqdan sonra mövcud olmuşdur. Sortlar yaranır süni seçmədə, deməli ki, ortaq deyildir. Yeni növlər yaranır təbii seçmədə, yenə ortaq deyildir. 5-də deyilir ki, hər iki seçmənin əsasında irsi dəyişkənlik durur. Bəli, 5 də doğrudur. İstər təbii, istərsə süni seçmənin əsasında deməli ki, irsi dəyişkənlik durur. 1 doğrudur. 27. Sxemdə rəqəmlər nəyi göstərir? Baxın, müəyyən bir areal görürük və bu arealda fərqli-fərqli populyasiyalar var. Və populyasiyalarda da müəyyən bir fərqlər var. Deyək ki, bir növ də ola bilər, bir növün ayrı-ayrı populyasiyalarıdır, arealdır. Deməli, nəyi göstərir? 2 arealı göstərir. Sonra bax, 3 sırf bu fərdin üzərinə verildiyinə görə fərdi göstərir, bir də populyasiyanı göstərir. Deməli, bir populyasiya, 2 areal, 3 də fərd, cavab 27-də B variantı. 28. Euler-Venn diaqramında X, Y və Z-i müəyyən edin. Karl, Linne və Lamarck. Hansına aiddir onu müəyyənləşdirəcəm. 4 sistematik kateqoriyanı elmə daxil etmiş və növü canlı təbiətin elementar vahidi hesab etmişdir. Bəli, bu Linnedir və ilk elmi sistematikanın yaradıcısıdır. 2. İlk dəfə təkamül təlimini yaradan kimdir? Bu da Lamarckdır. 3. İlk dəfə qoşa latın adlarını elmə gətirmişdir. Linne gətirmişdir. Sələfləri tərəfindən təklif edilmiş qoşa latın adlarını elmə gətirən Linne olmuşdur. 4. Təkamülün əsas hərəkət verici qüvvəsinin canlıların tərəqqiyə doğru daxili meyli ilə izah etmişdi. Təbii ki, bu yanlış olan Lamarckdır. Canlıların təsnifatını, sistematikanı yaratmışdır. Sistematikanı hər ikisi yaratmışdı. Elmi sistematika idi, amma süni idi. 6. Heyvanları 6 pillədə qradasiya prinsipi ilə sistemləşdirmişdir. Təbii ki, bu da Lamarckdır. O zaman X-a 1, 3, 1, 3, X-də 1, 3, Y-də 5, artıq bəllidir, bir dənə elə bir variant var, cavab D variantı. 29. Verilən ifadələrdən hansı doğrudur? Hər növün ancaq bir populyasiyası olur. Bu yanlışdır. Çoxlu populyasiyalar ola bilər. 50, 100, 25. 2. Hər hansı bir populyasiya eyni növün fərdlərindən təşkil olunur. Bu doğrudur. Yəni, mən buna populyasiya deyirəmsə, deməli, eyni növün fərdlərindən təşkil olunmuşdur. Eyni xromosom sayına malik olan bütün fərdlər eyni populyasiyada toplanır. Bu yanlış fikirdir. Çünki biz demişdik ki, məsələn, paxlallar fəsiləsinin 22 xromosomlu növləri var. Nə bilim, kartof, qırmızı qarışqa, gorilla hər üçündə 48 xromosom var. İndi mən kartofla qarışqanı, gorillanı eyni populyasiyaya daxil edim. Xeyr. Yəni, eyni xromosom sayına malik olan bütün fərdlər eyni populyasiyada toplanır. Bu düz deyil də. Düzdür ya, eyni populyasiya daxilində olan bütün fərdlərdə xromosom sayı eyni olmalıdır. Amma elə eyni xromosom sayına malikdir deyənə gəl sən də bu populyasiyada yaşa, bax bu doğru bir fikir deyildir. Eyni ərazidə müxtəlif növlərin populyasiyaları yerləşə bilər, doğrudur.
Eyni ərazidir, eyni arealdır, amma fərqli-fərqli növlərin populyasiyaları orada yaşayır. Bu doğrudur. 2 və 4. Doğru cavab burada oldu Y variantı. Aşağıdakı sxemdə populyasiyada fərdlərin sayının miqdarının müəyyən faktorlarla bağlılığı verilmişdir. Və burada nə qədər artarsa ox bu cür olacaq, sıfıra qədər, o qədər də artar. Nə qədər artarsa qırıq xətlər o qədər də azalar və neçə nömrəli ox işarəsi yanlış olaraq göstərilmişdir. Gəlin baxaq. Populyasiyada fərdlərin sayı artdı. Bu nə demişdi? Nə qədər artarsa o qədər də artarmı? Yaşama uğruna mübarizə əlbəttə ki artar. Populyasiyada 100 fərd var idi, indi 1000 fərd var. Təbii ki, həm qida uğrunda, həm ərazi uğrunda, həm dişi uğrunda mübarizə artacaq. Deməli 5 doğrudur. Sonra populyasiyada fərdlərin sayı, bu qırıq xəttlər nə idi? Populyasiyada fərd sayı artarsa o qədər də azalar. Qida maddəsi azalar. Bu doğrudur. Populyasiyada 100 fərd var idi. İndi 1000 fərd varsa, təbii ki, qida maddəsi də azalacaqdır. Bu da doğru bir fikirdir. Mən nəyə axtarıram? Yanlışı. Populyasiyada fərdlərin sayı doğum sayı ilə doğum sayı artıbsa, deməli ki, populyasiyada fərd sayı da artmışdır. 3 də doğrudur. Ölüm sayı, burada baxın, oxun istiqaməti dəyişib. Yəni deyir ki, ölüm sayı artıb. Ölüm sayı nə qədər artarsa, populyasiyada fərd sayı o qədər də artar. Təbii ki, bu yanlışdır. Yanlış olan elə bu oldu, 4 oldu. Elə 4'ü götürəcəm, cavab D variantı. Çünki ölüm sayı artarsa, deməli ki, bu məhvə doğru gedən bir populyasiyadır. O zaman fərd sayı artmaz, əksinə azalar. Gəldik 31. Deyilir ki, şəklə əsasən verilən fikirlərdən doğru olanı müəyyən edin. Bu bizim yenə dərsli kitabımıza verilən şəkildir. Şəklə baxırıq. Deməli, burada erkək dişi göstərilmişdir. 1 yaşından 10 yaşına qədər izlənilmişdir. Həmin fərdlər populyasiya daxilində erkək və dişilər. Sonra baxın, fərdlərin sayı. Məsələn, erkəklər deyək ki, hardasa bu 20, bu 15 isə bu deyək ki, olsun 23. Yəni 23 erkək fərdimiz var. Bax, 20'ni tamamlamadığına görə təxmini mən burada 18 götürürəm. 18'də dişi fərdim var. Yəni bu şəkli sizə izah etdim. Bu fərdlərimizin sayıdır. Baxın, görürsünüz ki, fərd sayı get-gedə azalmışdır. Müəyyən bir hissədə, bu son 8, 9, 10-cu yaşlarda dişi və erkəyin sayları populyasiyada bərabərləşmişdir. İndi gəlin bir-bir variantlara baxaq və doğru olan hansıdır onu müəyyən edək. 0-1 yaş aralığında dişilərin sayı erkəklərdən çox olmuşdur. 0-1 yaş aralığında dişilərin sayı 18, erkəklərin sayı isə 23'dür. Çoxmu olmuşdur? Xeyr, az olmuşdur. O zaman 1'i götürməyəcəksən. 2. 8-10 yaş aralığında dişi və erkəklərin sayı eynidir. Düzdür. 8-10, bayaq qeyd etdim. 8, 9, 10. Bax, burada görürsünüz erkək və dişilərin sayı eynidir. O zaman bunu götürdüm. 3'də doğulan dişi və erkək fərdlərin sayı 1'in 1'ə olub. Doğulan, ümumilikdə deyir ki, doğulanların. Bax, burada doğulan 23'dür. Erkək. Dişi də ki 18 necə 1'in 1'ə olub ki? Olmayıb da. Burada 23 ilə 18 1'in 1'ə demək deyil axı. Onda bunu da götürməyəcəksən. 4'də 2-7 yaş arasında dişilərin məhv olma intensivliyi erkəklərə nisbətən az olmuşdur. 2'dən başlayaq 7 yaşa qədər. Nə dedi? Dişilərin məhv olma intensivliyi erkəklərə nisbətən az olmuşdur. Dişilərdə az olub. Dişi 18 idi. 7 yaşda təxminən gəldi, burada desək ki, burada dayandı. Misal, mən buna deyim 13. Erkək 23 idi. 7 yaşında gəldi, bu dayandı burada. Hardasa təxminən bir 8 falan da olsun 7. Deməli ki, dişilər daha az məhv olub, erkəklər daha çox məhv olmuşdur. Dişlərin məhv olma intensivliyi erkəklərə nisbətən az olmuşdur. Fikri doğru oldu. 4'ü götürəcəm. 5, 3, 4 yaş aralığında erkək fərdlərdə ölüm sayı daha çox olmuşdur. 3 ilə 4'də. Nə dedi? Erkək fərdlərdə ölüm sayı. Bəli, baxın, bura gəldi, amma 3-4'də. Dişilər isə 16 falandır. Erkəklər 11 olar, 12 olar. Deməli, bu fikirdə doğrudur. 2, 4, 5 elə A variantında doğru cavabı görürük. 32'də deyilir ki, zoologiyanın fəlsəfəsi əsərinin müəllifi
Yəni o müəllif kimdirsə, mən onu tapım, daha sonra müəlliflə bağlı fikirləri götürüm. Təbii ki, müəllif Lamarkdır. İndi Lamarkla bağlı fikirlər hansılardır? Bir də deyilir, kreasionist baxışların tərəfdarı idi. Bu Linney idi, Lamark deyildi. O zaman götürməyəcəksən. 2. İlk dəfə qoşa latın adlarından istifadə etmişdi. Yenə də Linneye bağlı bir fikir verilib. İlk təkamül təliminin yaradıcısı, bəli, bu Lamarkdır. Orqanizmların mənşə və qohumluğunu əsas götürməklə elmi sistematika yaratdı. Bu da Lamarkdır. Çünki Linney bilirik ki, qan damar tənəffüsə görə heyvanları, erkəkçi sayına görə isə bitkiləri sistemləşdirmişdir. 5-də deyilir, yaşama uğruna mübarizənin 3 növünü müəyyən etdi. Bu Lamark deyil, bu artıq Darwindir. Bu da olmayacaq. Və orqanizmların məşq etməsi fikrini irəli sürmüşdü. Bəli, 2, 3, 2 yox, 3, 4, 6, 32-də bizim oldu doğru cavabımız. 3, 4, 6. 33. Kreasionist baxışlara aiddir. Yəni, Linneye aid olanları artıq mən götürməliyəm. Daha doğrusu burada heç Linney də demirik. Sadəcə demək istəyir ki, bu nə deməkdir? Yəni, kreasionist baxış deyəndə biz burada nə başa düşürük? Linneyin dediyi kimi, canlılar ilahi qüvvə tərəfindən yaradılmışdır. Bu doğru. Canlılar təbii seçmənin təsirindən dəyişir. Növlərin dəyişməz olduğunu Linney deyirdi. Yəni ömrünün sonuna yaxın fikrini dəyişir, amma bir ömür boyu bu fikirdə qalır. Canlıların əhilləşdirilmə prosesində dəyişilir. Yəni dəyişilməsini qəbul etmirdi də bu baxışlar. Dəyişilmələri götürməyəcəksən. Canlılar mükəmməl və məqsədə uyğun şəkildə yaradılmışdır ilahi tərəfindən, düzdür. Canlılar yarandığı gündən dəyişməmişdir. Bu fikirdə doğrudur. Üzvü aləm təkamül prosesində getdikcə mürəkkəbləşmişdir. Yəni növlər dəyişilmirsə necə bir mürəkkəbləşmə gözləyə bilərəm? Deməli ki, burada 1 olacaq, cavab 4 olacaq, cavab 1 də 5 olacaq bizim cavabımız. 34. 34-də deyilir ki, şəklə əsasən doğru olanları müəyyən edin. Biz burada nə görürük? Coğrafi növ əmələ gəlmə görürük və arealın hissələri parçalanması. Qeyd etmişdik ki, müxtəlif amillərin təsiri ilə areal hissələrə parçalana bilər. Bu zaman coğrafi növ əmələ gəlmənin bu forması olacaq. Yəni, bununla bağlı hansı fikirlər doğrudur? Populyasiyaların sayı artmışdır. Əgər 2 fərqli növ əmələ gəlibsə, yəni var olanlar deyil də, yeni hər hansı bir coğrafi təcrid baş verib burada və növlər yeni əmələ gəlsə, təbii ki, orada populyasiyaların sayı da artacaqdır. Növün fərdləri arealın genişlənməsi, burada bir genişlənmədən söz yoxdur, söhbət getmir, yəni görmürük burada elə bir şey. Bir növün arealı müxtəlif amillərin təsiri ilə hissələrə parçalanmışdır. Bu doğrudur, hissələrə parçalanmanı görürəm. Yeni növlər əmələ gəlmişdir. Bəli, yeni növlər əmələ gəlmişdir parçalanma nəticəsində. Başlanğıc növün arealı genişlənmişdir. Xeyr, o coğrafi növ əmələ gəlmənin birinci forması aid idi. Ekoloji növ əmələ gəlmə prosesi baş vermişdir. Ekolojide nə idi? Populyasiya öz arealı daxilində qalırdı, amma areal daxilində həyat şəraiti dəyişirdi. Burada da elə bir şey olmadığına görə deməli ki, 6-da götürülməyəcək. Qısacası 1 doğru cavabımız, 3 və 4 doğru cavabımız. 35. Şəklə əsasən doğru olanları müəyyən edin. Baxın, indi biz bu şəkildə ekoloji növ əmələ gəlməni görürük. Yəni, populyasiya olduğu şəkildə arealında qalıb, sadəcə areal daxilində həyat şəraiti dəyişilmişdir və burada yeni bir növ yaranmışdır. İndi ekoloji növ əmələ gəlmə ilə bağlı nələr doğrudur? Növün populyasiyası öz arealında qalmışdır. Bəli, qeyd etdik. Areal daxilində həyat şəraiti dəyişməmişdir. Çox diqqətli oluruq. Dəyişmişdir demir, dəyişməmişdir deyir. Ona görə götürməyəcəm. Mütləq şəkildə dəyişməlidir ki, bir ekoloji növ əmələ gəlmə baş versin. Populyasiyanın gen tərkibi dəyişmişdir. Mütləq şəkildə gen tərkibi dəyişməsə, orada yeni bir növün əmələ gəlməsindən söhbət gedə bilməz. Bioloji təcrid yaranmışdır. Mütləq yeni növün əmələ gəlməsi üçün bir təcrid olmalıdır. Bioloji təcrid yaranıb. Növün arealı müxtəlif hissələr parçalanmışdır, coğrafidir. Növün fərdləri öz arealı genişləndirib, coğrafidir, olmayacaq. Qısacası burada 3, 1, 3 və 4, 1, 3, 4 doğru cavabımız oldu. Uyğunluğu müəyyən edin. Növdən tipə doğru və tipdən növə doğru nə artır, nə azalır. Deməli, birlər azalanlardır, ikilər isə artanlardır. Gəlin həmin uyğunluğu müəyyən edək. Fərd sayı azalır.
Fərd sayı getdikcə mi azalar, yəni növdən tipə doğru mu azalar, yoxsa tipdən növə doğru mu azalar? Təbii ki, tipdən növə doğru gəldikcə fərd sayı azalar. O zaman 1 yazıram, A-nı yazıram 1-ə. Çünki tipdə misal atıram, nə bilim 20 min fərd var. Çünki tipin içərisində sinif, dəstə, fəsilə, cins, növ. Bu axı bir dənə növündən yuxarı getmə deyil. Burada 100-dən çox növ var, hər növün fərdləri var. Onlar yığışıb, nə bilim, cinsləri əmələ gətirirlər. Təbii ki, tipin içərisinə baxdığımız zaman fərd sayı daha çoxdur. O zaman aşağı düşdükcə fərd sayı azalır fikri 1-ə doğrudur. İrsi oxşarlıq azalır. Bu qalxdıqca azalır. Çünki növün tərkibində olan fərdlər daha çox bir-birlərinə oxşardılar. Amma yuxarıya tipə doğru qalxdıqca daha bir-birlərindən fərqlidir. Misal biz insan növüyük, bir-birimizə irsi oxşarlığımız daha çoxdur. Amma tipdə biz xordallar tipində birləşirik. Misal üçün balıqla bizim irsi müxtəlifliyimiz təbii ki daha da az olacaq. Yəni tipə doğru qalxdıqca azalacaq. B-ni yazdıq 2-yə. Genotiplərin müxtəlifliyi artır. Bu da 2-yə gedəcək. Yəni fərqli-fərqli əlamətlər, bir növün daxilində bu əlamət varsa, başqa növün daxilində başqa bir əlamət var. Və getdikcə tipə doğru görün tipin daxilində nə qədər növ var və bu növlər arası içərisində nə qədər genotip fərqlilikləri var. Təbii ki, genotiplərin müxtəlifliyi artacaqdır. D variantında deyilir morfoloji oxşarlıq artır. Morfoloji oxşarlıq, yəni belə deyə də bir-birləri daxili və xarici xüsusiyyətlərinə görə bir-birlərinə oxşarlıq. Təbii ki, növün fərdləri daha çox oxşar olarlar. Tipin içərisində olan fərdlərə baxdığımız zaman, o zaman aşağı düşdükcə morfoloji oxşarlıq artır. D-ni də 1-ə yazdıq. Y-də deyilir populyasiyaların sayı artır. Populyasiyaların sayı da təbii ki, tipə doğru çıxdıqca artacaq. Yenə deyirəmsə, bir növün daxilində 50 dənə əgər populyasiya varsa, tipin daxilində 1000-dən çox növ var və hər növdə olan populyasiyaları nəzərə alsaq, təbii ki, populyasiya sayı artmış olacaq.